Aleksandr Dyuma deyəndə ağlımıza ilk nə gəlir? Təbii ki, Üç Muşketyor, Qraf Monte Cristo, amma o təkcə dahi bir yazıcı değildi, həm də necə deyərlər, qanı qaynayan bir səyyah idi və bugün biz onun bəlkə də ən möhtəşəm macərasından danışacağıq. Söhbət onun 19-cu əsrdə Qafqaza etdiyi o inanılmaz səfərindən və təbii ki, bu səfəri ölümsüzləşdirən möhtəşəm kitabından gedir. İndi bir düşünün, öz romanlarında titanlar, qəhrəmanlar yaradan bir adam Qafqaza gəlir və nə görür? Bəli, elə onların real həyatdakı obrazlarını. Duma üçün Qafqaz sadəcə bir coğrafi məkan değildi, sanki öz əsərlərinin canlı səhnəsi idi. Elə bil, o öz yazdığı hekayənin içinə düşmüşdü. Bəli, o xəzinə axtarmırdı. Onun xəzinəsi hekayələri idi. Biz də bugün Dumanın qələmindən çıxan və o vaxtki Avropa üçün demək olar ki, bir əfsanə olan Qafqazı canlandıran o möhtəşəm səyahətnaməyə baş vuracağıq. Amma bilin ki, bu adi bir səyahət gündəliyi deyil. Yox, bu bütün bir regionun, necə deyərlər, qanını, canını, ruhunu özündə əks etdirən bir əsərdir. Yaxşı, gəlin görək bu icmalda bizi nələr gözləyir. Əvvəlcə Dumanın səyahətindən, sonra onun gördüyü Qafqazdan, oradakı insanlardan və mədəniyyətdən danışacağıq. Təbii ki, yazıcının öz təəssüratlarına da toxunacağıq və sonda görək bu kitabın bizə mirası nədir. Və beləliklə macəramız başlayır. Yəni, düşünün bir 1858-ci il. Aleksandr Duma kimi bir adam, Parisin o dəbdəbəli həyatını qoyub, niyə Qafqazın o çətin, amma bir o qədər də cəlb edici yollarına düşsün? Gəlin baxaq. Bu marşruta baxanda adam həqiqətən də heyrətlənir. Yəni, Dumanın bu işə nə qədər ciddi yanaşdığı ortadadır. Peterburqdan başlayan səyahət, Dərbənddən keçərək birbaşa Azərbaycan torpaqlarına, Quba, Bakı, Şamaxı, o vaxtki Nuxa, yəni indiki Şəki, səfərinin bu qədər böyük bir hissəsini burada keçirməsi heç də təsadüfi deyil. Elə buna görə də kitabında Azərbaycana bu qədər geniş yer ayırıb. Yaxşı, bəs bu uzun yollarda Duma nə gördü? Onun qarşısına çıxan Qafqaz necə bir yer idi? Deyim sizə, o sadəcə dağlar, çaylar görmürdü, yox. O sanki əfsanələrin canlandığı, hər daşın altında bir hekayə yatan bir diyara gəlib çıxmışdı. Məsələn, Kəzbek dağına baxanda o sadəcə uca bir dağ görmürdü. Onun üçün bura bildiyimiz o mifik qəhrəman Prometeyin zəncirləndiyi yer idi. Yəni, Duma Qafqaza coğrafiya kimi yox, sanki tanrıların və titanların döyüş meydanı olan əfsanəvi bir səhnə kimi baxırdı. Bax, bu yanaşma onun bütün kitabının demək olar ki, özəyini təşkil edir. Və təsvirləri o qədər canlıdır ki, Qafqazı o nəhəng bir sədd adlandırır. Elbrus, Kazbek kimi başı qarlı zirvələr, Dəryal və Dərbənd kimi o məşhur keçidlər, bütün bunlar onun üçün adi mənzərələr değildi. Sanki dünyanın bir ucunda öz qaydaları, öz qanunları ilə yaşayan əzəmətli, canlı bir varlıq idi Qafqaz. Amma bilirsiniz, Qafqazı Qafqaz edən təkcə onun möhtəşəm təbiəti deyil. Hətta deyərdim ki, düşmanı əsl heyrətləndirən şey başqaydı. O dağların arasında yaşayan insanlar, o rəngarəng mədəniyyətlər. Bax, əsl mozaika buydu. Və Dumanın məqsədi də sadəcə gördüm, gəzdim, yazdım deyildi. Yox, onun məqsədi daha böyük idi. O bütün Qafqazın insan xəritəsini çəkmək istəyirdi. Yəni, onların adətləri, mübarizələri, sevinci, kədəri, bütün bunları bir araya gətirib sanki bədii tarixi bir ensiklopediya yaratmaq niyyətində idi. Və o kimlərlə görüşmədi ki? Azərbaycanlılar, ruslar, gürcülər, ləzgilər, çərkəzlər, siyahı uzanıb gedir. O sadəcə kənardan müşahidə etmirdi, yox, birbaşa söhbət edirdi. Müdrik bir ağsaqqalla da, adlı sanlı bir zadəganla da, cəsur bir döyüşçü ilə də, ilhamlı bir şairlə də. Regionun nəbzini birbaşa insanların öz hekayələrindən tuturdu. Kitabda xüsusilə bir məqam çox diqqət çəkir. Bu da onun Azərbaycanlılar haqqında yazdığı hissələrdir. Bunlar həqiqətən də əsərin ən yadda qalan səhifələridir. Məsələn, şairə Xurşidbanu Natəvanla görüşü, ya da ki zadəgan Xəsayxan Usmiyevlə olan dostluğu. Bu təsvirlər o qədər səmimidir ki, Dumanın bu xalqa, onun mədəniyyətinə və xarakterinə necə dərin bir hörmətlə yanaşdığını açıq-aydın görürsən. Yaxşı, indi gəlin biraz da Dumanın öz səsinə qulaq asaq. Görək o, qarşılaşdığı insanlar haqqında şəxsən nə düşünüb. Onu da deyim ki, bəzi fikirləri olduqca kəskindir. Amma bir şeyi unutmayaq.
Bu oxuyacaqlarımız 19-cu əsrdə yaşamış bir Avropa yazıçısının şəxsi müşahidələridir. Yəni, təbii ki, öz dövrünün baxışlarını, hətta bəlkə də qərəzlərini əks etdirir. Bunu nəzərə alaraq, gəlin Dumanın öz qeydlərinə baxaq. Məsələn, Duma fərqli xalqlar arasında etibar məsələsinə xüsusi diqqət yetirib. O yazır ki, əgər bir Azərbaycanlı və ya hər hansı bir dağlı sənə söz verdisə, arxayın ola bilərsən. Onların sözü sənətdir. Amma digər tərəfdən bir erməni ilə alver edirsənsə, mütləq kağız-qoğuz işini həll elə, 2 də şahid tut. Yoxsa sonra öz imzasını belə dana bilər. Bax, bunlar Dumanın öz sözləridir. Amma bütün bu müşahidələrinin içində bir şey dəyişməzdi. Dumanın Azərbaycanlıların xarakterinə olan heyranlığı. O, onların dəyanətindən, mənəvi ucalığından, amma ən çox da o məşhur əhdə vəfa prinsipindən, yəni verdikləri sözün üstündə durmaqlarından ağız dolusu danışır. Yaxşı, bəs bu kitabın, bu səyahətnamənin əhəmiyyəti nədir? Üstündən 160 ildən çox vaxt keçib. Niyə bugün də bizim üçün maraqlıdır? Gəlin görək zamanı aşan bu irs nədən ibarətdir? Hər şeydən əvvəl Duma öz canlı, rəngarəng təsvirləri ilə o dövrün Avropasına Qafqazı tanıtdı. Düşünün, 19-cu əsrdə yaşayan bir fransız üçün Qafqaz uzaq, əfsanəvi bir diyar idi. Və Dumanın kitabı onlar üçün bu ecazkar gözəlliklərə malik diyara açılan ilk, bəlkə də yeganə pəncərə oldu. Və çox maraqlı bir fakt, bilirsiniz, bu möhtəşəm əsərin Azərbaycan dilinə tam, yəni heç bir ixtisar olmadan tərcüməsi nə vaxt olub? Cəmi bir neçə il əvvəl, 2010-cu ildə. Bax, bu hadisə kitaba olan marağı yenidən canlandırdı və Dumanın bu zəngin irsini bizim öz oxucumuz üçün tamamilə əlçatan etdi. Buna görə də bu tərcümə əslində Azərbaycan-Fransa ədəbi əlaqələrində çox əlamətdar bir hadisə sayılır. Yəni, yekun olaraq deyə bilərik ki, Dumanın Qafqaz kitabı sadəcə səhifələrdən ibarət deyil. O, iki mədəniyyət arasında salınmış möhtəm bir körpüdür və bu yeni tərcümə də həmin körpünü biraz da gücləndirmiş oldu. Və sonda gəlin bir anlıq xəyal quraq. Əgər o böyük hekayəçi Aleksandr Duma bugün bizim dövrümüzdə Qafqaza səfər etsəydi, onu ən çox nə heyrətləndirərdi? Hansı müasir macəraları, hansı möcüzələri qələmə alardı? Düşünürəm ki, bu sualın cavabı onun öz kitabı qədər rəngarəng və heyrətamiz olardı.